Yaxşı qarpız, qarpız. Qarpız mövsümü yaxınlaşır. Artıq bunu bazarlarda dolan piştaxtalardan da hiss etmək mümkündür. Kimi iri olanı seçir, kimi döyüb səsinə qulaq asır, kimisi isə sadəcə satıcının sözlərinə güvənir. Satıcıların sözlərinə görə artıq bazarlarda xarici qarpızlarla yanaşı yerli qarpızlar da satışa çıxarılıb. Bundan deməli 20 gün qabağa, bir ay qabağa İrandan gəlirdi, Təbrizdən gəlirdi. Deməli tələbat az idi. Cəmaət qorxurdu ki, mövsümü deyil, uşaq zəhərlənər və almağa belə çətinlik çəkirdilər. Gündə satacaq qarpız 5 dənə, 4 dənə. Alıcı qabiliyyəti az idi. İndi hal-hazırda havalar yaxşı olduğuna görə, havalar isti keçdiyinə görə yerli qarpızdır, Sabirabaddır. Mən öz uşağıma da vermişəm. Yəni dərmansız, təhlükəsizdir, yerli qarpızdır, mövsümüdür. Qiymət də valla normaldır. 1 manat 50 qəpik. Bir həftədən sonra inşallah düşəcəkdir 1 manata, 50 qəpiyə, 30 qəpiyə düşəcək qiyməti. Bu Sabirabad qarpızıdır, yerli qarpızıdır. Salafan altı deyirlər də, o da hələ ki, açıq sahə deyil. Qiyməti 1 manat 1.50 arasıdır. Bundan qabaq İran qarpızı idi. Onlar biraz baha çıxırdı, amma keyfiyyəti də ki, yaxşıdır. Yəni alışda, satışda belə elə güclüdür, belə normadır. Bəs yaxşı qarpızı necə seçə bilərlər gələnlər? Yaxşı. Seçə bilərsinizmi birinin üstündə? Bax, yaxşı qarpız, bax, burası çökəkliyin görürsən, bir də bu əyilib, çökəkliyi. Bu üzə yaxşı qarpız. Amma baba buna bax, bu biraz rozvadır, bu gendən bilinir. Dəymiş qarpız, bax, bu daha, budur. Çoxu yanı dəymiş qarpızdır. Bəs görəsən bazara gələnlər indidən qarpız alır, yoxsa gözləməyə üstünlük verir? Yox, tez-tez yox, ancaq belə həftədə bir dəfə. Etibar eləyirəm həmişə satanlara, onlar da yaxşısını seçib verirlər. Heç vaxtda zəhərləmə halı olmayıbdır. Hələ ki, indiyə kimi olmayıbdır. Yox, indi mövsümü deyil. Əsas avqust ayındadır qarpızın mövsümü. Çünki o vaxt təbii yetişmə dövrü avqust ayıdır. Mən avqusta qədər qarpız yemirəm. Çünki qorxuram, indiyə qədər də mən zəhərləmə görməmişəm də özümüzdə. Ona görə qarpız yemirik indi. Növünə zaten mən başım çıxmır, baxıram ki, qarpız da alıram. Mütəxəssislərin fikrincə, hazırda yeni sortların yaradılması, istixanaların genişlənməsi və müasir aqrotexniki üsulların tətbiqi nəticəsində qarpızı iyun ayından əldə etmək mümkündür. Lakin alıcılar qarpız almamışdan əvvəl onun bərkliyinə, ölçüsünə, saplağının quruluşuna və rənginə diqqət yetirməlidir. Qarpızın qabığının hamar, rənginin parlaq olması məhsulun yetişdiyinin, ancaq rənginin mat və solğun olması isə onun köhnəliyinin əlamətini göstərir, əlamətidir. Qarpızın saplağının rəngi tam yaşıldırsa, bu meyvənin tam yetişmədiyinin, qurumuş olması isə yetişdiyinin əlamətidir. Qarpız və yemişin üzərində çürük və çat izləri, əlamətləri olmamalıdır. Qarpızda zəhərlənmənin səbəbi kimi əsasən nitratlar göstərilsə də, mütəxəssislər bunun doğru olmadığını deyir. Belə ki, normaya uyğun istifadə edilən nitratlar zərərli deyil. Əsas səbəb qarpızın torpaqla təması nəticəsində mikroorqanizmlərlə çirklənməsi və gigiyena qaydalarına əməl olunmamasıdır. Bu halların qarşısını almaq üçün qarpızı kəsməzdən əvvəl mütləq şəkildə bol su ilə yaxşı yumaq lazım. Eyni zamanda təmiz və quru bıçaqla kəsdikdən sonra saxlanma qaydalarına düzgün riayət edilməkdir. Belə ki, bütöv qarpızı 10-15 dərəcə Selsi temperaturda, kəsdikdən sonra isə, yəni kəsilmiş xırda hissələrə doğranılmış qarpızı isə müsbət 5 dərəcə Selsi temperaturda ağzı kip bağlanmış qablarda saxlanması tövsiyə olunur. Bir məqamda qeyd edim ki, qarpızı və yemişi kəsilən gün istehlak edilməsi məsləhətlidir.